Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dedim dostlar, bugün ne edeyim? Ağlıma bir video fikri geldi, onu çəkmək istedim. Elə risk geldi yani bu fikir. Ki bu günləri dostlar, her yediğim golda bir epik siləcəm. Yani her gol bir epikdir. Bilmirəm indi gol yiyəcəyik, yeməyəcəyik. İlk oyunumda girirəm. Bu günləri görək nə olacaq. Vaxtım olmur deyə işə gedirəm. Rəqimdə kadrosuna baxaq. Rəqimdə kadrosu qəşəngdir. Hə dostlar, işə gedirəm, işdən evə gəlirəm. Yəni boş vaxtım çox az qalır, qısıtlı qalır. Bu vaxtda da video çəkirəm. Amma buna baxmayaraq bir tər sıxışdırırıq gün içərisinə, bacarmağa çalışırıq. İndi birinci oyunumdur. Yəni görək də nə var? Ha. İndi birinci oyunumda görək də indi nə qədər epik silinəcək, neçə gol yeyəcəyik. 5 dənə yesək, 5 dənə, bir dənə yesək, bir dənə, 0 yesək, sizin xətrinizə yenə bir dənə silərəm, 0 yesək. Buna görək nə olacaq axırı. Henderson, Mbappe. Oyunun anlatım səsini falan verdim. Çünki çox şey qalmışdı oyun. Boşda. Rəqib gəlir, eləmə, qaqa indi başlamış. Nə olur, hara tələsirsən? Ay başvadının. Biz topu ala bilmirik, təəssüflər olsun ki, rəqibdən. Nuno Mendes aldı. Garnacho, sənin nəsil? Hə. Nəysə. Qəşəksən, bir günlər Oliver Kahn tutmalıdır da yəni ancaq. Talonjnası odur. Qəşəksən Oliver Kahn. Oliver Kahn qoruyur bizi. Bernardo Silva. Döndü, gəlir. Van Deven uzaqlaşdırdı. Kylian. Saviola. Bu günləri qol atmaq önəmli deyil, müdafiə eləmək önəmlidir. Çünki hər bir səhv bir epikə bərabərdir. Bildiyiniz kimi mənim də kadromda qısıtlıdır epik sayısı onsuzda. Qəşəng. Oliver Kahn nəsə formundadır bu oyun. Çox bağlı qapıcıdır da yəni. Bir görürsən çox pis buraxır. Az qalmışdı, gəlirdik. Bu arada bunu utsaq 3-cü səfər 2-ci klasmana çıxırıq. Çıxırıq, düşürük, çıxırıq, düşürük. Məzələnir 2-ci klasmandan bildiyim. Alınmadı. Alınmır. Tutun, tutun. Ha, Henderson'a bak, canavardır. Saviola. Garnacho. Biri də girsin, biri də girsin. Eləmə. Artıq bir epiklimiz hazırdır. Ekip neydi? Buna baxdım. Bir dəfə gəldi qol atdı. Heç olmaz. Canı sağ olsun komanı. Heç də deməyəcəm sənə. Sən ürəyimizsən. Belə deyirəm ki, bəlkə momentum bəzən bizə tərəfdə çevirər. Mbappe al onu. Morgan üstünlüğünü arıyor. Son saniye mi? Bak ben gol atacaqdım axı. Gördüyünüz kimi baskılı oynamışıq. Amma yenə də uduzuruq, yenə də uduzuruq. Gözlərimdən də yuxu tökülür. Ekranı kinaya görürəm.
Amma neynəyək? Teo Hernandez, Eşref Hakimi ye onu dedim. Onun için ye demədim. Mbappe topa baxır. Saviola. Javier Saviola. Mükemmel bir gol. Hakkımız idi. Hakkımız olanı da aldık. İnşallah ikinci golü yeməliyik. Gözüm qaşınır. Eləmə. Qaşıya bilərəm. Oh, özümə gəldim. Saçımızı da düzəldək. Saçım da dağılıb. Təmiz eləmə. Saçımı düzəltdim deyə zibilə keçəcəm. Qayda pozuntusu qırıldı, ayağı qırıldı. Biraz şürəm ola bilərəm. Oha, ona tər paslar idi keçdi. Mənim düz paslarım keçmir, cəmaatın paslarına bax. Bir də Saviola. Gedək səndən. Garnaço çata bilməz. Çatdı. Rəqibin hücum xətti çox sürətlidir. Əslində bizim hücum xəttimiz də çox sürətlidir, belə baxanda. Oxunub. Qaqa oxunub. Qapımızı oxuyublar. Yox. Oha, bizim müdafiədə nə verir baş? Orkun, öngörülü pas. O nə pas idi ha? Mənim də pingim var, elə bil. Olaylara biraz çox tez şey edirəm, cavab verirəm. Mitski Van de Ven. Saviola zorladı orada. Nuno Mendes qabağındakına pas verə bilmədi. Saviola. Tut. Heç nə olmaz. Biz kornerləri bildiyimiz kimi penalti kimi istifadə edirik. Daha doğrusu penaltidən də daha yaxşı. İndi görəcəksiniz, buradan qol atacaq. Baxın, bunu belə gətirdiniz. Oyuncu ayarlamışıq ora. Ora bir dənə orta. Alınmadı. Saviola'yı açmamışdım, amma Saviola da yaxşı vurdu. 1.60 boyu var. Qaqa eləməyin. Az qalsın xoşbəxt olurdu. Bütün oyun gedirdi əldən. Ürəyim düşdü. Atarım bir dənə. Çox pis pas idi. 1-1. Sözümüz sözdür. Epik siləcəyik. Gördüyünüz kimi üstün oynamışıq. Rəqibin qapısının 5 qurtarışı var. Təbii ki, rəqibin qapısı olub maçın adamı. Gələk epikimizi silək gələk. Və bəli dostlar, gəldik. Görək kimi silə bilirik buradan. Mənə lazım olmayacaq oyuncu. Kim var? Kim var burada? Oynana bilməyəcəyim, oynatmayacağım oyuncu. Çox düşdü yerə bir aşağı. Mən kimi siləcəyimi deməmişdim. Nədir bu? Destansı deyil. Destansı epik də, yəni eyni şeydir.
Mən fakt dedim, Epic siləcəm. Amma kimi siləcəyimi deməmişdim. Kilidi at. Gözümüzün qabağında sildi. Onsuz da 102 kart silmişdim. Qoy bir dəfə də zəif sildim, amma yəni sildim. Nəysə dostlar, sildi Epic'imizi də. Yəni çox önəmli bir oyunçu getdi kadromuzdan, əksildi. Yəni bundan sonra çətin oynaya bilək. Safiyə Salihdi nəydi adı, tanımıram, bilmirəm heç hardan gəldi mənə. Bu gözümə dəyər neçə dəfə onu silmək istedim. Dedim qoy video fikri olsun silməyə. İndi düzdür 3 dənə gol isəydi, 3 dənə siləcəkdim. 2 dənə gol isəydi, 2 dənə, 5 dənə gol isəydi, 5 dənə. 6 dənə gol isəydi, 6 dənə pikim yoxdur silməyə. Ona görə yəni bir dənə yedi, bir dənə də sildi. Nəysə dostlar, sağ olun. Gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.